İstəyirəm söhbət açım növbə mədəniyyətindən. Daha doğrusundan onun yoxluğundan. Çünki bizdə müəyyən təbəqədə növbə mədəniyyəti, növbə anlayışı qətiyyən yoxdur. Bu yaxınlarda getmişəm müəyyən bir tibb müəssisəsinə, uşağı aparmışam tibbi müayinəyə. Yəni ki, həkim yanına. Həkim qəbul edir saat 11-dən saat 3-ə kimi. Mən gəlmişəm, məndən qabaq görürəm ki, iki valideyn dayanıb burada. Daha doğrusu oturublar, kiçik uşaqlarla, hamısı kiçik uşaqlardır. Yəni 3 yaşından kiçik. Mən yaxınlaşdım, növbəmi soruşdum. Mən də oturdum qıraqda, gözləyirəm növbəmi. Məndən sonra da bir nəfər gəldi, o da gözləyir növbəsini. Birdən gəlir bir xanım, bir uşaqla, yanında bir dənə də kişi, yanında bir dənə də yaşlı arvad. Bunlar gəlirlər, heç bizdən soruşmurlar. Açırlar qapını, hək girirlər içəri. İçəridə də adam var. Bu şimdi bunları çıxartırlar bayıra. Mən qayıdıb deyirəm ki, xanım, üzr istəyirəm. Burada növbə var da, yəni. Bax, məndən qabaq bu iki nəfərdir, məndən sonra da bunlardır. Siz bunlardan sonrasız. Xanım mənə qayıdır, deyir ki, yox, bizə deyiblər ki, saat 11-də həkim qəbul edir. Başa salıram ona ki, bəli, həkim saat 11-də qəbul edir, amma 11-dən 3-ə kimi. Növbə isə diri növbədir, yəni dayanmaq lazımdır. Yox, biz rayondan gəlmişik, bizə belə deyiblər. Başa düşürəm, deyirəm ki, siz rayondan gəlmişsiniz. Çox yaxşı, xoş gəlmişsiniz, əccəb eləmişsiniz. Biz sizi gözləyirdik hamımız. Çox böyük bir səbirsizliklə. Amma ki, növbə mədəniyyəti adlı bir anlayış var da, yəni buna riayət eləmək lazımdır. Görürəm ki, heç veclərinə deyir. Neysə, hiss eləyirəm ki, indi bunlar gözləyirlər ki, oradan çıxsınlar, bunlar da girsinlər içəri. Mən də gözlədim, gördüm, oradan çıxan kimi dras girdim içəri uşaqla bir yerdə. Bunlar da mənim dalımca, mənə qabaqlaya bilmədilər. Ay, bunlar indi giriblər içəri, buradan bunları indi həkim oradan bayıra çıxarta bilmir. Vallahi mən sadəcə daha artıq orada dayandım qıraqda, nə deyim, qadınla nə danışım. Həkim özü axır ki, bir təhər çıxartdı onları bayıra. Bu bir hadisə. İkinci hadisə. Bu yaxınlarda gedirəm Heydər Əliyev hava limanına dostumu qarşılamağa, xaricdən gələn bir dostumu. Sən demə, aeroportda mən çoxdan olmamışam, orada yeni bir sistem tətbiq ediblər. Artıq girəndə yəni çek götürməyə ehtiyac yoxdur. Kameralar avtomobilin görüntülərini saxlayır yadında və siz çıxanda sadəcə yaxınlaşırsınız terminala, orada maşının nömrəsini vurursunuz, orada göstərir ödəniləcək məbləğ, ödəyirsiniz, gedirsiniz. Mən də yaxınlaşmışam, indi ilk dəfədir də, mən çoxdan da olmamışam orada. Bilmirəm nə etmək lazımdır, amma indi necə deyərlər, barmaq eləyə-eləyə başa düşürsən də. Dayanıb dalda iki nəfər. Daldı da dayanmayıb, yəni arxada. Biri bu yanla atlanır üstümə, biri də bu yanla. Bunu belə elə, bunu əldim, qardaş, üzümü çöndərdim, deyirəm, ay qardaş, dayan da, deyirəm də, bu mənim növbəmdir. Deyir, kömək eləmək istəyirəm də. Deyirəm, ay qardaş, mənim sənin köməyivə ehtiyacım yoxdur. Sən bu cürünə köməyindən hələ bilirsən ki, mənə kömək eləyirsən, əslində o mənim diqqətimi yayındırırsan. İmkan ver bir dənə özümü baş çıxartım da, burada nə etmək lazımdır? Deyir, mən ödəyim yerivə. Deyirəm, ay kişi, mənim sənin puluna da ehtiyacım yoxdur. Sadəcə olaraq öz haqqımı tələb eləyirəm. Növbəmi tələb eləyirəm. Xahiş edirəm, mənim növbə zamanı əl çək məndən. Çəkil qırağa da, sonra yaxınlaşarsan. Bu ikinci hadisə. İndi üçüncü hadisəni də danışacağım sizə. Siz dəfələrlə özünüz boyunca üzbəüz gəlmişsiniz. Sizin də başınıza gəlib. O ki, bankomata yaxınlaşırsan pul çıxartmağı. Kimsə arxada dayanmır, gəlir sağdan, soldan, burnunu soxurur. Ay qardaş. Dayan da, ay bacı, növbə mədəniyyəti olmalıdır. Bilirsiniz, bu bizim özümüzdən, içimizdən gəlməlidir. Biz gərək özümüz uşaqlarımıza öyrədək, uşaqlarımız öz uşaqlarını öyrətsin. Yəni, hər şey öyrətməkdən gəlir də. Bax, mənim uşaqlıqda yadımdadır ki, yəni ki, bir temadan çəkilək qırağa da. Mən, indi kasalap istəyirlər də, gedəndə ayağımı əyri qoyurdum. Da, mənim yazıq anam, Allah öyrənlərimizə rəhmət eləsin, nə qədər bu barədə mənə Didi, hər addımı deyirdim, bunu axır mən öyrəndim. Həmin şey qaşıq tutmaq məsələsi. Bax, mənim yadımdadır ki, mənim anam həmişə böyük qızıma deyərdi ki, Dəniz asta-asta danış, qızlar bərk danışmaz. Yəni,
hamısına mütəmadi olaraq tərbiyə vermək lazımdır uşaqlara. Uşaqlar valideyndən görməlidir bütün bu qayda qanunu. Bu belə olmalıdır, bu hələ olmalıdır. İndiki amma valideynlərin heç vecdə də deyil ki, uşaqları onların necə böyüyür. Hələ atırlar üstündən. Arvad pas eləyir ərə, ər pas eləyir arvada, sonra da ikisi pas eləyirlər hamısını nənə babaya, əgər kimdə sağdırlarsa. Bilirsiniz, biz özümüz gərək həmişə tərbiyə verək. Bunun üstündə duraq. Davamlı şəkildə bu barədə danışaq, bu barədə söz eləyək. Yəni nəsil dəyişir. Şəhər başa düşürsüz də, yəni çox böyüyür. Əhalisi demək olar ki, işıq sürəti ilə artır. Heç olmasa bu cürlə roliklar, bu cürlə söhbətlər belə açmaq, danışmaq lazımdır ki, bilməyənlər də baxsınlar, özləri üçün nəsə ibrət götürsünlər. Gəlirlərsə xoş gəlirlər, gəlsinlər, götürsünlər. Kim nə deyir ki? Kim ki Bakını gəlir, necə deyərlər, adət ənənəsini götürür, şəhəri sevir, etik qaydalara, normalara düzgün riayət edir, o bu Bakının sakinidir. O kim ki gəlir buranı yaman günə qoyur, özü bildiyi kimi eləyir, şəhəri vırır, dağıdır, hörmət eləmir heç kimə, bax o Bakının düşmənidir. Bu qədər qəlbdən qəlbə.